Sən mənə de, neçənci ildə kinostudiya, radiostansiya yarandı? Kinostudiya deməli. Kinostudiya. 26'daydı mənim kinostudiya. 1926-cı ildə, doğrudur. Elə 1926-cı ilin fevralında hansı qurultay keçirildi? 26'nın fevralında qurultay. Bəli. Şey 26 mən bilim qarışdı Allah. Bir dəqiqə 26 bilirəm. Bilirsən. Bax, 1926. 1922-ci ildə Yeni Türk Əlifbası Komissiyası yaradılmışdı. Türkoloji qurultay müəllim. Onunla bağlı olaraq da hansı qurultay Türkoloji. keçirilmişdi? Əlifba məsələsini müzakirə eləmək məqsədi ilə. Türkoloji qurultay başqa nə var? Bəli. Ümumtürk Türkoloji Qurultay. Demək, Türkoloji Qurultay nə vaxt oldu? 1926. 26-cı ildə. Elə 1926-cı ildə demək hansı başqa hansı hadisələr oldu bayaq dediklərim? 26'da dedi Türkoloji qurultay, kinostudiya, başqa. Radio, 26'da deməli arxeologiya cəmiyyət də var idi, eləmi vaxtı? radiostansiya, aha, yox, arxeoloji komitəsi 23-də. Radiostansiya, demək radiostansiya, kinostudiya 26, Türkoloji qurultay 26. Eyni zamanda bu mədəni sahədə görülən tədbirlərdəndir. 26-cı ildə sənaye sahəsində nə gördük? 26'da sənayeləşdirmə xətti olur 25-ci ildən artıq. Məsələn, 26-da nə yaradılır bununla bağlı? 26'da sənayeləşdirmə ilə bağlı burada kəşfiyyat quruluşlar aparılırdı. Xüsusi komissiya. Sənayeləşdirmə üzrə xüsusi komissiya yaradılır. Günəş, Azərbaycan SSR və desək ki, birinci respublika, yəni AXC üçün mədəni cəhətdən oxşarlıq nə götürərik? Milliləşdirmə deyə bilərik. Əla, milliləşdirmə. Neçənci ildə onda bolşeviklər milliləşdirmə siyasəti elan etdilər? Mədəni sahədə. Mədəni sahədə. 21-dən deyirik onu. Yox, 23-cü ildə. Demək, bolşeviklər neçənci ildə milliləşdirmə siyasəti elan elədi mədəni sahədə? 1923-də. Elə Sovet hakimiyyətinin mədəniyyət sahəsinin əsas məqsədi nə idi? Sovet hakimiyyəti, yəni SSR-nin də. Bəli. Yəni SSR-i niyə demirəm? Çünki bizdə Sovet 20-də qurulubdu. 20-də hələ SSR-i yox idi da. Yəni Sovet hakimiyyəti qurulandan, Sovet hakimiyyətinin biri var onun mədəni sahədə tədbirləri, biri var sosial-iqtisadi tədbirləri. Mədəni sahədə yəni tədbirlər görməkdə məqsədi nə idi? Mədəni sahədə. Nigar müəllimə deyə bilərmi? Mədəni sahədə müəllimə. Burada müəllimə nə bilim, burada mənim özlərinin ideologiyalarını yaymaq idi, sonra yeni məktəblər açmaq idi. Yaxşı. Yəni bu xalq təhsilini, bizdə mövcud olan xalq təhsilini köhnə idarə üsulundan azad etmək istəyirdilər. Və dini məktəbləri ləğv edib yeni məktəblər yaratmaq istəyirlər. Baxın, bu məqsəd, səbəb, nəticə əlaqələrinə xüsusi diqqət edin. Bu tipdə suallar çox gəlir. Yəni xronologiyadan çox bu tipdə suallar gəlir. Və sizin dediyiniz kimi təhsil sistemini öz ideyalarına, öz prinsiplərinə uyğunlaşdırmaq istəyir. Elə bu məqsədlə də 23-cü ildə, bura çoxunuz diqqət eləmisiniz, 23-cü ildə milliləşdirmə siyasəti elan edirlər. Amma burada da görürük ki, bu milliləşdirmə sinfi ayrı seçkilik xarakteri daşıyır. Sinfi ayrı seçkilik xarakteri daşına görə müəyyən sosial qrupları əhatə edirdi. Məsələn, rəhbər vəzifələri seçilən namizədlər ilk növbədə kimlər olurdu? Xristianlardan, yəni ruslardan təşkil olunurdu da. Ya bir partiya üzvü olmalıdır, yəni Kommunist Partiyasının üzvü, ya məsəl üçün sosial mənşəyinə, məşruiyyət növünə görə fəhlə kəndli təbəqəsinə mənsub olmalıydı. Yəni burada sinif, zümrə fərqi qoyurdu. Yaxşı, onda desək ki, elə nə zaman görəsən Sovet hakimiyyətində elə mühacirət dalğası başlamışdı? Azərbaycandan xaricə mühacirət dalğası elə Sovet hakimiyyəti qurulandan başlamışdı. 20-ci ildən. Ay, sağ ol, elə 20-ci ildən. Adətən elə təhsilli insanlar idi. Bu da yəni təbii ki, bizim mədəniyyətimizə mənfi təsir göstərən hadisələrdən biri idi. Günəş, bəs deyə görüm, neçənci ildə Bakı Dövlət Universitetinin bazası əsasında universitetlər yaradıldı? Bakı Dövlət Universiteti. Deməli, 19-da Bakı Dövləti, onun əsasında da bu 25-dən sonra olar da yəqin ki. 20-30-cu illər götürürük. Aha, 20-30-cu illər. Deməli, hansılar idi bunlar? Deməli, bir dəqiqə, onun tərkibində yaradılanlar elə ona uyğun. Aha.
Politexnik institut, pedaqoji institut, PP pedaqoji. dedik, ha. Politexnik, pedaqoji, tibb institutu. Təkrarlayaq. Texnik, tibb institutu, bir də Pedaqoji institut, pedaqoji. bir də Gəncədə olan Kənd Təsərrüfatı institutu. Hı. Demək bunlar 20-30-cu illərdə. Demək onda oxşar düşə bilər. AXC və Azərbaycan SSR dövründə oxşarlıq mədəni sahədə universitetlərin açılması. Hı. Və Cənubi Azərbaycanda nə zaman universitet açılmışdı? Təbriz Universiteti. Təbriz Universiteti deməli 46-da idi elə. Bəli, 1946-cı ildə, doğrudur. Görəsən, Günəş, elə Musa Bəyovun başçılığı ilə Savadçılıqla Mübarizə Komitəsi nə vaxt yaradılıbdı? O 1923-də idi. 23-cü ildə. 23-cü ildə Savadsız Mübarizə Komitəsidir. 23-cü ildə başqa iki hadisə də var. Hansıdır? 23-də məsələn şey var. Azərbaycan elmin öyrənən cəmiyyət, Azərbaycan öyrənən cəmiyyəti açdım. Doğrudur. 23-də başqa 23-də Bir də bayaq sənin 26 çaşıb 26 dediyin. Arxeologiya komitə deyil müəllim. Arxeologiya komitəsi. Arxeologiya komitəsi. Demək bir də nə oldu? Arxeologiya komitəsi. Arxeologiya komitəsi. Baxın, bu hissələri niyə tək-tək dönə-dönə vurğulayıb bir də deyirəm, bu hissələrdən sual gəlir həmişə. Buradakı illəri əzbər bilməliyik. Yaxşı, davam eləyək. Deməli ki, Koroğlu operası neçənci yazıldı? 1937-ci ildə. Aha, demək o yazsa ki, Koroğlu operası tamaşaya qoyuldu, götürülü 37. Bəs nə zaman dövlət mükafatına layiq görüldü? 1940-cı ildə. Aha, neçənci ildə ərəb əlifbasından latın əlifbasına keçirildi? Ərəbdən latına, demək 1939-cu ildə. 39 yoxsa 29? 29-un yanvarında. 29-cu ildə müəllim. O 39-u keçmişdə 39 idi, indi 40 idi. Onda Aha, Kirildir. səsləri açmayaq zəhmət olmasa. Kiril. Mən səs cavab verəndə də özü düzəldəcək. Aha, deməli Məhbə müəllimə, baxın, əgər deyiriksə ərəbdən latına, demək götürürük 29. Amma düşərsə ki, latından kirilə keçilmək haqqında qərar, bir də var ki, keçilməsi. Əgər keçilmək haqqında qərar desə neçənci götürürük? Qərar 39, keçirilmə Amma o bizə düşmür də. Bizə lazımdır orada nə? 40-cı il. 40-cı ildən artıq keçirildi kiri. Bir də Məhbə müəllim, nəyə fikir verin? Bizi çaşdırmaq üçün yazar ki, ərəbdən kirilə keçirmək. Biz onu doğru cavab kimi götürə bilərikmi görəsən? Yox, ərəbdən kirilə keçirilmir, bax, ərəbdən latına keçirilmir. Yəni bu məsələyə diqqət edək. Bir də Məhbə müəllimə, elə 29-da bizə latına keçirildi ərəbdən. Həmin vaxtda o illərdə başqa harada deyildi ki, latın əlifbasına keçirilmişdi? Türkiyə Respublikasında. Ayəsin, doğrudur. Türkiyə neçəncədən respublika elan olunubdu? 1923-cü ildə. Elə 23-cü də paytaxt hansı şəhər oldu? Demək Ankara şəhəri. Elə 23-cü də Azərbaycanda hansı bölmələr yaradıldı? Demək savadsızlıqla mübarizə. Rəhbəri kim idi? Səmədağa Ağamalıoğlu. Müəllimə yox. Baxın, savadsızlıqla mübarizə deyəndə bu Musa Bəyov götürürük. Amma əlifba deyəndə o yeni Türk əlifbası komissiyası deyirik, yaradılmışdı. Onda Səmədağa Ağamalıoğludur. Bəli, müəllimə. Aha, demək Musa Bəyov olan hansı oldu? Qəzənfər bəy Musa Bəyov, o oldu savadsızlıqla mübarizə. Amma bir də var ki, Səmədağa Ağamalıoğlu o əlifbadıdır, əlifba komissiyasındadır. Aha, doğrudur. 23-cü ildə Azərbaycanı öyrənən cəmiyyət nə vaxt oldu? o da 23-cü ildədir. Bir də 23-cü ildə başqa nəsə də var, arxeologiya da var idi. Ayəsin, doğrudur. Bəs azəti nə vaxtdır? O 29-cu ildə. Neçənci ildə dedik ki, milliləşdirmə xətti elan olundu? Mədəni sahədə, Bolşeviklər. 1923-cü ildə, doğrudur. Bəs yaxşı müəllimə, neçənci ildə deyirik ki, artıq qiyamçı qrupların axtarışından Azərbaycan repressiyaların ən qanlı mərhələsi başladı?
ən qanlı zirvəsi tam zirvə nöqtəsi 37-ci ildədir. Başlaması amma müəllimə 36-cı il götürürük elə. Amma Azərbaycanda ən qanlı mərhələnin başlaması 36, qanlı olan 36-dır. Amma desək ki, ümumiyyətlə SSR-də repressiyaların ən yüksək zirvəsi bu neçənci ildir? 37-ci ildir müəllimə. 37-ci ildə. Bəs ümumiyyətlə repressiyalara nə vaxt başlanılmışdı müəllimə? Repressiyalara 20-ci illərdən müəllimə. 20-ci illərdən artıq repressiyalar Əvvəl. başlanılmışdı, doğrudur. Amma kütləvi xarakter almağı artıq 30-cu illərdədir. Bəs desək ki, neçənci ildə pasport sistemi tətbiq olundu? Demək, pasport sistemi 32-ci ildə müəllimə, 32-də. Aha. Kəndlilərə demək pasport verildimi onda? Xeyr, verilmədi. Onlar bir yerdən başqa yerə gedə bilmirlərdi ona görə. Sağ olun. Bəs nə zaman deyirik ki, kəndlərə pasport verildi? 59-cu ildə. Kimin dövründə? 1959-cu ildə. Demək, bir dəqiqə müəllimə. 24. SSR-də kimin dövrüdür görəsən pasport verilməsi? Xruşov idi də mən. Yox. Xruşovun, bəli, Xruşovun dövrüdür, doğrudur. Müəllimə, illiklə, baxın, kollektivləşdirmə neçənci ildən başlanılmışdı? Illiklə kollektivləşmə xətti neçənci ildə elan olundu? Başlanma müəllimə, elə 20-ci illərin əvvəllərində, amma 53-də deyəndə 29 götürürük, elə deyil. Ay, sağ olun. Kartuşka sistemi nə vaxtdır? O da 29-cu ildədir. Doğrudur. Müəllimə, elə neçənci ildən deyirik ki, hərbi kommunizm sistemi tətbiq olundu? 1920-ci ildə. Elə bu zaman 20-nin avqustunda Azərbaycan İnqilab Komitəsi nə haqqında dekret qəbul eləmişdi? Demək, dekret olar elə bir ki, müəllimə, taxıl inhisarıdır, Demək, neft taxıl ticarəti sənayesidir. inhisara alınırdı. Bir də ərzaq sapalağı və ümumi əmək mükəlləfiyyəti tətbiq olunurdu. Demək, nə tətbiq olundu? Ümumi əmək mükəlləfiyyəti tətbiq Ay, yaşın, olunmuşdur. doğrudur. Onda davam edəcək Nigar müəllimə ilə. Bəli. Nigar müəllimə, Tovuzda və Gədəbəydə misəritmə zavodu nə zaman işə başlayıbdı? Tovuzda Gədəbəydə. Yəni Tovuzda sement zavodu, Gədəbəydə misəritmə zavodu. O şeydə idi, Yisin dövründə idi. Yisin dövründə, doğrudur. Bu Yisin dövründə hansı sahədə görülmüş tədbirdir? Yisin dövründə müəllimə, yəqin ki, iqtisadi sahə olardı. Elə sənaye sahəsi, Sənaye iqtisadi sahəsi. sahə, doğrudur. Yisin dövründə iri sənaye müəssisələri, belə deyək, Dövlətə verildi. dövlət nəzarətindədir. Hı hı. Ay, yaşın. Və xırda müəssisələr? Xırdalar müəllimə icarəyə verilirdi. Əla. Yis dövründə daxili ticarət sərbəstdir yoxsa dövlət nəzarəti var? Bircə dəqiqə müəllimə. Daxili ticarət orada var idi. Daxili ticarət sərbəst idi, xarici ticarət də dövlət nəzarəti idi. Ay, yaşın. Çünki biz Sovetin tərkibində isə xarici ticarətə azadlıq verilməz. Amma daxili ticarət azadlığı var. Bəs görəsən müəllimə, elə Yis dövründə muzlu əməyə icazə var yoxsa yoxdur? Var idi müəllimə. Torpaqlar icarəyə verilirdi. Muzlu Elə bu əməkdən muzlu əməkdən istifadə nəyə gətirib çıxartdı? Muzlu əməkdən istifadə Bəli. nəyə gətirib çıxartdı? Aha. Azad bazara müəllimə yoxsa yox? Azad bazara, əmtənin, ticarətin, maliyyənin inkişafına, bu nəticədə də elə qolçamaq sinfinin artmağına, elə buna görə də Yisdən imtina etdilər. ay yaşın. Yaxşı, deyirik ki, elə nə zaman, hansı dövrdə Bakı buxtası qurudularaq yeni neft mədənləri istifadəyə verildi? O da müəllimə Yisin dövründə idi. Doğrudur. Bəs neft sənayesi yenidən quruldu deyə bilərikmi? Bəli müəllimə, yenidən quruldu. Daha sonra orada neft sənayesi elektrikləşdirildi, mədənləri. Doğrudur. Desək ki, müəllimə, nə zaman ərzaq vergisi yığılmağa başlanılıbdı? Deməli müəllimə, ərzaq vergisi 21-ci ildən idi. Yox, ərzaq vergisi 22-ci ildən idi. Çanaq 21-dən idi. Əgər sual düşsə ki, sapalaqdan ərzaq vergisinə keçildi, doğru olar yoxsa yanlış? Yox müəllimə, sapalaqdan çanaqa keçildi, sonra çanaqdan ərzaq Bəs vergisi. bundan fərqli olaraq SSR Rusiyanın özündə? O müəllimə elə bir dəfə ərzaq vergisinə keçilmişdi. Aha, doğrudur. Yaxşı, onda deyirik ki, neçənci ildə gördük ki, Sovet hökuməti hərbi kommunizm siyasətindən imtina elədi. İmtina elədi müəllimə 21-in yazı idi, 21-in mayından. Nəyə görə imtina eləmək məcburiyyətində qaldı? Çünki o bəzi qəzalar vardı ki, onlarda artıq
taxıl tükənmişdi, həm də kəndli çıxışlar idi, qaçaq hərəkatı baş verirdi ona görə. Ay yaşın, doğrudur. Neçənci ildə əhalinin ümumi siyahıya alınması həyata keçirilmişdi? 1939-cu ildə. Bu zaman Bakıda Azərbaycanlıların xüsusi çəkisi artıq idi, az idi? 28 idi desə, 28%. Ay yaşın, yəni aşağı idi. Bəs desək ki, müəllimə, elə neçənci ildə deyirik ki, artıq sənayeləşmə nəticəsində azad-bazar münasibətləri tamamilə ləğv olundu. Hə, azad-bazar münasibətləri tamamilə ləğv olundu. Mən bu şeydə idi də, sənayeləşdirmə dövründə idi. Artıq 35 ilə yadda saxlayın. 30-cu illərin ortalarında tamamilə ləğv olunur və hansı sistemə keçirilir? Kollektivləşməyə müəllimə. Yox. Baxın, kollektivləşmə 1929-dan elan olunmuşdur. Kollektivləşmə dövründə azad-bazar münasibətlərin tamamilə ləğv olunmağı. Ümumiyyətlə hərbi kommunizm və kollektivləşmə üçün oxşar cəhət azad-bazar münasibətlərindən imtina olunmasıdır. İnzibati amirlik Bu da sistemi. planlı sistemə keçirilməsini Ay deyir. yaşayın. Deməli, planlı sosialist iqtisadi sistem, inzibati amirlik 30-cu illərin ortalarında tamamilə bərqərar oldu. Bu bir dəfə düşmüşdü. Artin təqdim edən nümunələrin birində. Ona diqqət edək. İlk keratin benzin zavoduydu. Cracking prosedurunun yerinə yetirmək üçün zavodları idi. Bunlar nə zaman idi? Sənayeləşmədə. Biz Bakı-Batum neft kəməri ilə bağlı AXC-də də bir şey öyrəndik. Burada da bir şey öyrəndik. Fərqləri nədir? Mən orada deyirdi ki, Bakı-Batumdan ancaq Versal müqaviləsinin şərtlərinə əsasən istifadə oluna bilərdi. Elə bir şey var idi. Orada da Bakı-Batumun deyir bərpası başa çatdırıldı sənayeləşmədə 30-cu ildə. Burada nəyə fikir verin? Deyir ki, yeni Bakı-Batum neft kəmərinin. Deməli, burada olan yeni Bakı-Batum neft kəməridir. Yəni, AXC-də olan deyil. Biz AXC-də öyrəndik, Bakı-Batum neft kəməri sosial-iqtisadi tədbirlərin içində neçənci hökumətdə öyrənmişdik bunu? İkinci hökumətin, bəli, ikinci hökumətin gördüyü tədbirlərdə idi. Deməli, Bakı-Batum neft kəməri AXC-də də var. Eyni zamanda da Azərbaycan SSR dövründə də öyrənilir. Amma burada deyirik ki, yeni Bakı-Batum neft kəməridir. Yaxşı. Aha. Bəs desək ki, müəllimə, yeni Bakı-Batum neft kəmərinin tikintisi nə vaxt başa çatıbdı, ili var? 30-cu ildə idi. 30-cu ildə, ay sağ olun. Bəs onda Azərbaycan Dövlət Bankı nə vaxt yaranıbdı? 1919-cu ildə idi o müəllimə, sentyabrında. Ay sağ olun. Bəs o bankla bağlı YIS dövründə nə gördük? Hə, kredit şirkətləri. Aha, elə eyni zamanda deyə bilərikmi ki, YIS dövründə görəsən banklar üzərində dövlət nəzarəti var, yoxsa yoxdur? Yox, müəllimə, yoxdur məncə. Bankların fəaliyyəti də genişləndirilir. Genişləndirilir. Kredit şirkətləri. Yaxşı. Əks inqilabla mübarizə təşkilatı nə vaxt yaranmışdı? Əks inqilabla mübarizə təşkilatı o mənim AXC-nin dövründə idi də. Onu deyirsiniz. Bəli, 1919-da idi iyulunda. Demək, nəyə diqqət edək? Biri var AXC dövründə görən tədbirlər, biri var Azərbaycan SSR. Bəzən bunu belə deyim, oxşarlıq kimi yox, yazır Azərbaycan SSR, amma aşağıda AXC-yə aid bir hadisə yazır. Demək, diqqət edək ki, bu AXC-nin gördüyü tədbirlərə aiddir. Yaxşı, bəs müəllimə, neçənci ildə elə SSR-də konstitusiya qəbul olunubdu? SSR-də müəllimə birinci 24-dür, sonra 36-dır. 24, 36 və üçüncü 77. 77. Bəs onda Azərbaycan SSR-də neçənci illərdədir? 21 idi, 37 idi, bir də 78-də. Aha, yaxşı. Neftin dünya bazarına ixracına imkan verən Bakı-Batum neft kəmərinin istifadə deməli hara aid oldu? Bakı-Batum şeyə müəllimə nədir? AXC-yə də müəllimə. AXC-yə aid oldu. Bəs Bakı-Batum neft kəmərinin yenidən bərpası? Hə, o müəllimə sənayeləşmə dövründə idi. Onda oxşar götürə bilərəm ki, həm AXC-də, həm də deməli Azərbaycan SSR-də Bakı-Batum neft kəməri bərpa olunubdu. Xeyr müəllimə, bu ancaq sənayeləşmədə idi. Yox, AXC-də də var. Diqqət edərsiniz o cümləyə. Orada da var idi. Amma o əvvəlki Bakı-Batum neft kəməridir. Sənayeləşmədə olan isə yenidir. Ay sağ ol. Deməli, baxın, diqqət edirik, o dağıdılmış Bakı-Batum neft kəməri bərpa elətdirib, neft ixracını nizamlayan, eyni zamanda da AXC-də olubdur.
AXC-nin sosial-iqtisadi tədbirlərində olubdur. Yaxşı, bir də gəlsək buradan elə deyirik ki, neçənci ildə, ümumiyyətlə bu sənayeləşmə deyirik ha. Sənayeləşmədə daha çox diqqət yetirən sahələr hansı olubdur? Bir elektrik idi, bir də neft idi. Neft idi, doğru. Salyan Qaryagen, Nuxa İşıq elektrik stansiyaları nə zaman tikintisi başa çatdırıldı? 27-28-ci illərdə. Azərbaycan sənaye ölkəsinə çevrilə bildimi? Aqrar sənaye müəllimə. Bəli, sənaye olmasa da aqrar sənaye, doğrudur. Yaxşı, bəs desək ki, onda elə nə zaman gördük ki, ölkədə çörək böhranı təhlükəsi yarandı? Çörək 29-dan idi da, 29-cu ildə. Bəli, 29-cu ildən, doğrudur. Bir də gələk onda, birinci Ümumi Türkoloji qurultayı nə vaxt keçirildi, sizə deyin? 26-cı ildə. Ay, sağ olun. Davam edək, kimdən? Səndən 2-ci Dünya müharibəsi Azərbaycandan gedək. Sən də görüm, Azərbaycan, ümumiyyətlə, 2-ci Dünya müharibəsini neçəncilər əhatə edir? 39-45. Bəs Azərbaycan neçənci ildə SSR-nin tərkibində elə 2-ci Dünya müharibəsinə qatılmış oldu? 41-ci ildə. Bəli. Azərbaycan ərazisi real hərb müharibə meydanına çevrildi, çevrilmədi? Çevrilmədi. Bəli, nə 1-ci dünyada, nə də 2-ci dünyada Şimali Azərbaycan real hərb müharibə meydanına çevrilməyibdir. Bəs neçənci ildə Azərbaycanda hərbi vəziyyət elan olundu? Elə 41-ci ildə. 42-ci ildə. Bəs neçənci ildə təyyarə təmiri zavodu tikildi? 42-də. 42-də. Neçənci ildə deyirik ki, Azərbaycan SSR Elmlər Akademiyası tikildi, açıldı? Elmlər Akademiyası 40-da, yoxsa 45-in martında, dəfələrlə düşmüş sual. 45-in martında müharibə dövründə. Elə müharibə dövründə yüksək oktanlı benzin əldə edən kim olmuşdu? Azərbaycan yenə də. Kim idi? Kimin səyindən yüksək oktanlı benzin əldə olunmuşdu? Yusif Məmmədəliyev. Yusif Məmmədəliyev. Neft uğrunda böyük döyüş deyəndə hansı döyüşü götürürük? Edelveysi. Neft uğrunda böyük döyüş deyəndə hansı döyüşdən söhbət edir? Yox, Deyil. də Azərbaycanda olan. Əslində deyir, Bakı uğrunda olan döyüş, Azərbaycanda olan yox, Rusiyadadır. Amma Bakı uğrunda döyüş adlandırmaq olardı bunu. Hansı döyüşdür bu? Yadımdan çıxdı. S ilə başlayır. Stalinqradda elə. Stalinqrad döyüşü. Elə Sovet Alman cəbhəsinə əsas dönüş hansı döyüşlə başlamışdı? Stalinqradla. Bəs hansı döyüşlə başa çatdı? Kursk. Kurs döyüşlə başa çatdı, doğrudur. Yaxşı, deyirik onda Almaniyanın Qafqaza hücum planı nə adlanırdı? Edelveys. Bəs Almaniyanın SSR-yə hücum planı nə adlanırdı? Yıldırım sürətli plan. Nə idi onun adı? Yıldırım sürətli müharibə. Bu ilə başlayırdı. Nə idi o? Barbarossa. Barbarossa, doğrudur. Bəs Blitzkriegdə yıldırım sürətli plan idi. Almaniyanın planı neçənci ildə puça çıxdı? 42-də olmalıdır. Niyə 42 deyək? Və bunu deyirdim ki, həmişə çevir. 1-ci dünyada Marna, 2-ci dünyada Moskva. Marna neçənci ildədir, Moskva neçənci ildədir? Marna 14-dür, Moskvada 41 olur onda. 41-dir. Bəli, dedik 14, 14 çevirəndə 41. Bunları çevirdik və bu zaman deyirik ki, hər ikisində də oxşar cəhət nə idi? Almanların məğlub olması. Və Almanların planının puça çıxması, bəli. Yaxşı, onda elə demək hər iki döyüşdə də Almanlar məğlub oldu və Almaniyanın planı puça çıxdı. 41, 14 Moskva, Marna döyüşləri yadında saxla. Desək ki, onda elə ilk Sovet İttifaqı qəhrəmanımız kim olubdu? İsrafil Məmmədov. İsrafil Məmmədov harda vuruşmuşdu? Novgorod yaxınında Pustinka kəndi uğrunda. Ay yaşa. Demək İsrafil Məmmədov orada vuruşdu. Bəs kim idi ki, Reichstagın alınmasına rəşadət göstərdi? Yusif Sadıqov. Doğrudur. Bəs onda deyirik ki, Rumeniyada vuruşan kim olmuşdu? Keçən ilmiginə düşmüş sual. Gəray Əsədov. Deməli, Rumeniyada Gəray Əsədov vuruşdu. Bəs Xıdır Mustafayev harda vuruşdu? Kiyevdə. Kiyevdə. Bir dəqiqə.